Hamınıza salam dostlar, necəsiz? Axşamınız xeyir, sabahınız xeyir. Nə vaxt izləyirsiniz artıq? Biraz gec oldu ama neyse. Baxaq hamısı var mı bunları? Yerlərinə salaq. Bunlar bayquş kimi niyə qalırlar burada ilişib keçməyib içəri? Pekinlerden demiştim, yine deyim. Cütə gələn biri var. Biri cütə gəlib. Səni Zəlil. Hara gedirsən? Bir də nə deyirdim? Hündüşkadan danışım. Kürt hündüşkadan. Ay bu qazların səsi başıma düşürdü. Öyle qışqırırlar. Bax. Cütə gələn deyəsən budur, bax. Bax, gittikcə hərəkətlərilir. Bax. Başını açıb ördəyim budur. Cütə gəlib başını açıb ninədiyini özü də bilmir. Bax. Erkeğe de düşüp. Qara erkek de yani. Hündüşkadan da aşırdım, yadımdan çıxdı. Hündüşka bildiğiniz kimi Kürt oturduqdan sonra da yumurtlayır axı. İşığı yandırım. Yumurtladığı üçün 2 dənə də yumurtlayır. Birini dünən axşam, bir əvvəlki gün axşamı. Yəni hər gün yumurtlayıb demək olar ki, 12 dənə yumurta var, 10 dənə yumurtanı Kürt koymuşduq, 12 dənə yumurta var. Bir 10 gündən sonra falan onu yumurtalarını yoxlamalıyam. Niyə 10 gün? Çünki təzələr var, onları da yəni bir müddət keçməlidir ki, içinə bala düşsün. Yumurta var ki, afərin sənə, afərin. Hiç bilmem, bugünün yumurtası yoksa çoktan indi gördüm yani. Başka yoktu. Bu da burada qalıb, balası da xoruzdur. Böyüyüb artıb çoxalıb gidəcəkləri. Yəqin ki belə tam cütə gəlibsə sizin boyunuzu yerə soxun. Bir dənə yumurta nədir? Cütə gəlibsə hər halda aslında 2 həftəyə falan 20 günə 2 həftəyə falan yumurtlayar məncə. Hansıydı bu? Maşallah qəşəng ağırlıq çəkisi falan var yani. Maşallah olsun. Bax bunlar nə gündə qalıb su içində. Kəsin də bir səs bizi. Kəs. Gör bir kəsillər mi səslərin? Ay. Lambası var. Bir dakika bunlardan danışım. Göstermeyeceğim. Onlardan da 7 tane kaldı. Biri de bu günləri getdi. Bax. Bu net bəllidir ki, xoruz istəyir, erkək istəyir. Kələ gəlib, nə deyirsiniz? Cütə gəlib. Baxın. Hərəkətlərindən bariz bəllidir ki, o baxın da hərəkətlərindən yəni. Tutabilirsiniz ki, nədir, nə deyil.
erkeğin ağza girir demək ki. Hər neysə, bir istəyirəm ki, hündüşka balların yığım gətirim, evdə saxlayım. Bilmirəm. Ay kəsin də. Öyle döyəsi yerləri var bu qazların. Hünüşkə. Elə toyuğu vurmaq üçün qabarır. Başqa şeymiş. İstanbullarda xəstə olmasalar yaxşıdır. Canlı neydi? Videonu beğenip kanala abone olmayı unutmayın ki karşınızda yeni videolarım çıksın. Bunları dövməsəm bunlar dincəlmirik deyir, rahat olmuruq deyirlər. Erkek koca qamba hanı? Koca qamba. Bax indi rahatlaşacaqlar. Süpürgələ vurdum indi şübhəmizi atmayın ki heyvanlara şiddet falan. Bak balıcık bunlardan çıxan səsə baxırsan. Bunlar nə olub? Nə münasibətdir? Nə xəbərdir? Hamısı mal oldu, lal oldu, qoyun oldu, yandılar. Ay Allah mənim balama, ay Allah. Sən böyümüsən, it balası. Girdi anasının altına. Düşüyə bax, Bunlar deyir, baxalar deyir. Səslərə meydan oxumaq istəyir. O an ata erkek seslerden. Meydanı size bırakacağımı mı sandın? Sen de mi geldin? Bilgece. Neyse. Haydi meraklısı oldu bu video. Çok özledim. 8 dakika olman gözlüyorum ki reklam koyulabilsin. Liderlerden burada sağ kalanlar 5 tane falandı. Biri, ikisi, üçü, dördü, beşi. Buradan birinci çıxan biri bu olsun. Nə məxdə 5 tane ya sağqalar ya qalmaz. Onun üçün almamaq lazımdır. Almamağa üstünlük verin. Mən də gedim niyə aldım. Ala bilərsiniz. Kənd yerində satılanlardan. Tanıdığınız birindən ala bilərsiniz. Təbii ki, hər bir vaksin vurulduqdan sonra, hər bir dərmanı vurulduqdan sonra, heç bir xəstəlik olmadıqdan sonra niyə də almayasınız? Mən bilməm, bilirəm ki, bunlar xəstə gəlir də. Nə bilim, birdən-birə gedib aldım, elə bir yoxluğa düşmüşdüm kimi. Ben maşınla gətirənlərdən almayın. Çıxmır yaxşı çıxmır. Ya xəstəlikdən ölürlər, ya da ki, yəni birbaşa fermadan çıxartıp gətirirlər, yaşaya bilmir. Belə. Hinduşkanı göstərə bilim deyiləm, olsa qaranlıqdır deyə. Neyse, videomuzda bu kadar olsun dostlar. Sağ olun, salamat kalın, özünüze yaxşı baxın. Gələn videolarda görüşmək ümidiyle. Sağ olun, salamat kalın, özünüze yaxşı baxın. Hələlik.